Məsələn, müsəlmanlar ən birinci təqva olmazda çağırıram. Hər bir müsəlman başa düşür ki, bu dünya imtihandır. Və bu dünyada nə olursa imtihandır. Allah subhanətə ala xeyirlə və şərlə bizi imtihana çəkir. Və həmçinin imtihanlardan da biri fitnələrdir. Fitnə də imtihandır. Və fitnələr cürbəcürdür. Şəhvət fitnəsi, şübhə fitnəsi. Allah subhanətə ala buyurur ki, وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ fitnə. Yəni, biz sizi xeyir və şər fitnəsinə imtihana çəkəcəyik. O başqa adı buyurur ki, Allah subhanətə ala وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذ۪ينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً Əl-əyə. Yəni, Allah subhanətə ala bu ayədə fitnəyə düşməndən o şeylər ki, fitnəyə gətirir, fitnəyə düşəndə xüsusi fitnələr var, onlardan çəkinməyimizi əmr edir, qorxmamızı əmr edir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərdə fitnələr çox danışıb. Və buyurur ki, fitnə hər bir qəlbə gəlir, ərz olunur, nöqtə-nöqtə. Və əgər fitnə gələndə, o nöqtə gələndə, əgər inkar edirsə fitnəni, Allah subhanətə ala onun qəlbində bir ağ nöqtə yaradır. Və hətta qəlbi başlayır ağlamağa, yəni fitnəni inkar etməkdə. Və əgər inkar etmirsə, bir qara nöqtə olur. Və o qəlb başlayır qaralamağa. Ona görə hədisdə də görsənir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem fitnə qəlbi qaralmağa xəbər verir bizə. Həmçin, qardaşlar, Müslim rivayət edib. Lakin çıxış yolu nədir? Fitnə olanda çıxış yolu nədir? Necə müsəlman fitnə olanda çıxmalıdır? Ən birinci elmlə, elm və öyrənməklə və dini düzgün başa düşməklə. Çünki elm və öyrənmək, elm almaq və öyrətmək həmçinin insanda zahidliyi çoxardır, imanı çoxardır, Allahdan xuşunu çoxaldır. Və bu nə deməkdir? Bu deməkdir ki, xuşu çoxaldıqca şəhvətlərdən uzaqlaşırsan. Və həmçinin elmin səbəbinə görə, öyrənməyin, öyrətməyin səbəbinə görə həmçinin şübhələrdən də uzaqlaşırsan. Çünki elm şübhələri örtür, qapısın. Həmçinin, məsələn, müsəlmanlar, təbii ki, elmin faydaları çoxdur, elminə faydalar verir. İnsan onunla haqqı batili ayırır, hidayət yoluna, zəlat yolunu ayırır, halalla harama ayırır, şəhvətlə şübhədən uzaq düşür, tohidlə şirki ayırır, sünnənlə bidəti ayırır və s. və s. Gör, nə qədər elmə ehtiyacımız var. Həmçinin fitnədən uzaqlaşdıran əməllərdən də biri, amillərdən də biri bu elmə əməl demək. Çünki əməl elmin bəhrəsidir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem fikir versiniz, bəzi əməllərdə Peyğəmbər sallallahu aleyhi ve sellem məsələn buyurur ki, namazı vəda namazı ki, vədalaşırsınız, o cür qılın. Elə bilin ki, axırıncı namazınızdır benim. Namazı hələ qılın. Və ya Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdə buyurur ki, bu dünyada elə qərib kimi ol və ya yoldan keçən kimi. Yəni, əməl fitnəyə düşməkdən çəkindirir səni. Həmçinin fitnədən uzaq edən amillərdən də biri yaxşı adamlarla durub oturmaq. Şər adamlarla yox. Elə adam var ki, danışırı şərdir başına ayağı. Fitnədir, bəladır, müsəlmanların xeyri yoxdur o söhbətdə. Hələ adamlarla durub oturmaya düzgün deyil. Ona görə Allah subhanətə buyurur ki, وَإِذَا رَأَيْتَ الَّذ۪ينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُمْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ Allah subhanətə bu ayədə, Ənam surəsi 68-ci ayə. Allah subhanətə buyurur ki, bu ayədə bizə deyir ki, əgər görsəz ki, biri Allahın ayələri barədə nəsə artıq sözlər danışırlarsa, Allahın ayələri barədə, onlardan üç çevir yine. Fikir versən, onlardan üç çevir. Ona görə müsəlman fikir verməlidir. Danışır məclisə, oturduğu adamlara. Hətta üç çevir və ya orada bir nəsə et ki, bir nəsiyyət elə, hətta başqa hədis, başqa söhbət eləsinlər. Çünki şeytan həmişə çalışır ki, səni yaddan çıxartdırsın bu məsələni və sənə aydın olandan sonra zalimlarla durub oturasan və ya zalimlarla olasan, zalim qövmlə olasan. Ona görə qardaşlar, bu məsələ mühümdür. İnsan fitnədən uzaq düşən səbəblərdən biri oturan adamlara fikir verməlidir. Həmçinin mühüm məsələlərdən qardaşlar,
duada iştihad eləmək lazımdır. Dua məsələlərində çalışmaq lazımdır. Xüsusən münasib vaxtlar duaya. Məsələn, gecə vaxtı, azan iqamə arası və s. vaxtlar. Belə vaxtlarda dua eləmək məsləhətdir. Dua da kömək edir fitnədən uzaq düşmək üçün. Necə, biz görürük ki, bəzi dualarda Allah Peyğəmbər sallallahu əleyhi və səlləm bizə öyrədir ki, ya Rabbi, fitnədən qoru bizi. Həmçinin dua da böyük amildir, fitnədən qorunmaq üçün. Həmçinin qardaşlar, amillərdən həmçinin fitnədən çəkinmək üçün qiyamət gününə hazırlaşmaq, ciddi hazırlaşmaq. Bu da mühüm məsələlərdəndir. Yəni, vaxtı hədər yeri boş keçirməmək, xüsusən də faydasız məsələləri vaxt ayırmamaq, vaxtı qorumaq, ölümü yada salmaq, axirəti yada salmaq. Bu əməllər, bu amillər insan fitnədən uzaq düşməyə səbəb olur. Fitnəkarlara qoşulmağa səbəb olur. Qoşulmamaq səbəb olur. Həmçinin qardaşlar, amillərdən həmçinin fitnə görəndə o fitnəyə qarışmamaq. Əgər görürsən ki, bir söz fitnədir və ya fitnəyə aparır, o söhbəti davamını eləməmək, o söhbəti saxlamaq və həmçinin fitnədən qaçmaq. Çünki biz görürük, hətta sahabələr də, hətta sahabələrin arasında görürsən fitnə olanda sahabələrin çoxsu qarışmırdı. Həmçinin qardaşlar, amillərdən həmçinin evi fitnəyə aparan məsələlərdən təmizləmək. Və evdə də mühümdür. Evdə də fitnə ola bilər. Xüsusən də ailə həyatı da fitnədir. Fitnədir, yəni o deməkdir ki, səni təsir edə bilər. Səni zəifləməyə, azmağa və s. Ona görə insan gərək evində də baxmalıdır ki, o şeylər ki, fitnəyə aparır, səbəb olur, olan qarşısını ala. Həmçinin bu qorunmağı yollarındandır, amillərdəndir. Həmçinin qardaşlar, fitnədən qorunmaq üçün alimlərə müraciət eləmək. Bir məsələ çıxanda, xüsusən bir ağır məsələdir, mühüm məsələdir, xüsusən ümmətə aiddir, məsləhətə aiddir, məsələyə aiddir, cəmaata aiddir, cəmaatın salamatlığı üçün, dəvətin salamatlığına aiddir, belə məsələlərdən alimlərə müraciət etmək lazımdır. Çünki nə üçün müraciət etmək lazımdır? Alimlər bilirlər bu məsələni. Təbii ki, biləndən soruşmalar. Aqil adam biləndən soruşar. Həmçinin qardaşlar, amillərdən həmçinin fitnədən uzaq düşmək üçün bidət əhlindən uzaq yanmaq. Bidət əhlindən o ki, öz havasıyla danışır, onu elə gəlir və s. Hələ adamlardan uzaq dayanmaq. Bu da səbəbdir fitnəyə düşməyəsən. Çünki kim ki, rayət eləmir, kim də danışır, qulaq asır. Sonra qardaşlarda səhnədə də azmış qardaşlarda. Soruşursan ki, nə səbəb oldu, ne üçün sən ona inandığın, o heç yanda oxumayıb, tanımır müəllimlər kim olub, şeyxi internetdir. Və sən nə üçün Allah'ın belə, deyir ki, dəlil gətirdi. Dəlil gətirmək hələ o demək deyil, insan haqqdır. Hamı dəlil gətirir. Hamı. Hətta kafirlər də dəlil gətirir. Və hərdə elə dəlillər gətirirlər ki, sən cavab verilməzsən ona. Lakin o demək deyil, onlar düzdür. Əsas dəlil deyil, əsas dəlil düzgün başa düşməkdir. Düzgün başa salmaqdır. Kim ki, nə vaxt düzgün başa salınır, mən deyən kimi yox və başqası. Sələf necə deyib, o cür. Sələf necə bu məsələyə yanaşıb, bu məsələni şərh edib, bu məsələyə yönəldib, o cür, onda düzgün sayılır. Bu da mühüm məsələlərdən qardaşlar. Fitnəyə düşməmək üçün. Həmçinin sünnəyə rayət eləmək və cəmaata rayət eləmək. Çünki cəmaatdan uzaq düşmək fitnəyə düşməyə səbəblərdəndir. Ona görə fikir versən, bidət əhli həmişə onlar çalışırlar ki, meclisə gedməyəsən. Çünki meclisə gedəndə nə qədər ki, sən cəmaatlansa, onlar səni öz fitnələrini apara bilmirlər. Lakin o vaxt ki, səni qırırlar meclisdən, cəmaatdan qırırlar, artıq sən özünə sonra düşürsən fitnəyə. Bu da mühüm məsələlərdəndir, mühüm amillərdəndir, hansı ki, insanı qoruyur. Ümumiyyətlə, amillər çoxdur, qardaşlar, lakin kim hələ qeyd etdiklərimizə rayət eləsə, özü istəyəcək ki, əlhamdülillah, yəni fitnədən uzaq düşür və belə salamat edir həm özün, həm ailəsin, həm yanında olanları. Allah subhanətələ bizə şirk faydalardan etsin. Allah subhanətələ xalqımızı hidayət etsin. Allah subhanətələ bizi dində sabit etsin. Allah subhanətələ ölkəmizi həmçin müsəlman ölkəni xətadan, baladan qorusun. Allah subhanətələ müsəlmanlara kömək olsun. Allah subhanətələ o müsəlmanlar ki, xəstədirlər, yarabalar şəfa ver. Ya Rab, aclara, zəifləri kömək ol. Ya Rab, həmçin məksidimizin açılmağa kömək ol. Və kimlər mani olursa, Ya Rab, Allah ilə cəzalandır. Bir də belə qələt eləməsinlər.
أقول هذا واستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب أستغفروه إنه هو الغفور الرحيم.